Məndə xəlifənin əmanəti var. Qorxuram onun düşmənlərinin əlinə keçəm, onu əlimdən alsınlar. Niye götürmürler? Çünkü bu sədəqədir. Bu Allah tamıdır. Siz de onun konağısınız. Mənə icazə verirsən? Buyurun. Bismillahirrahmanirrahim. Ey Rəbbim, həqiqətən mən sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə möhtacam. Bu ne şarabda yakmak? Eğer Ceddin Muhammed Allah'ın elçisidirsə, peyğəmbərliyi haqdırsa, bəs nəyə görə Allah dualarınızı eşidib sizi ölümdən, əsarətdən qurtarmır? Axı siz peyğəmbərin övladlarısınız. Məyər İsa ibn Məryəm Allah'ın ona kitab verib mübarək etdiyi peyğəmbər deyildi? Bəs nəyə görə deyirsiniz ki, o dara çəkildi? Nəyə görə Rafael, Yohan və başqaları İsa'nın yaxın tərəfdarları olduqları halda zülmkarlar tərəfindən öldürüldülər? Eğer bir Müslüman başkasına zulmetse, onun cezası ne olur? Zalimin yaxşı əməllərindən götürülüb,
məzluma verilir. Birdən zalimin heç bir yaxşı əməl olmasa, Onda məzlumun pisliklərindən götürülüb zalimin boynuna yüklənir. eşitmişik ki, sənin bütün rəftarın zöhdə əsaslanır. Zöhd nədir? Zöhdün ən yüksək dərəcəsi təqvanın ən aşağı dərəcəsidir. Təqvanın ən yüksək dərəcəsi isə yəqinin ən aşağı dərəcəsidir. Yəqinin ən yüksək dərəcəsi də Allahın rizasının ən aşağı dərəcəsidir. Allahın kitabına əsasən zöhd odur ki, əlinizdən çıxan şey üçün narahat olmayıb, əldə etdiyinə də sevinməyəsən. Sizcə əməllərin ən gözəli hansıdır? Ən gözəl əməl Allahın bəyəndiyi işdir. Allah və Peyğəmbəri tanımaqdan sonra ən gözəl iş dünyadan uzaq olmaqdır. Bunun isə bir çox növü var. Günahların da müxtəlif növü var. Allaha qarşı edilən ilk itaətsizlik təkəbbür olub. Onu da iblis etmiş, Allah əmrindən boyun qaçıraraq kafir olmuşdur. Sonra həsəd gəlir. Onu isə Adəmin oğlu edib. Qardaşına həsəd edərək onu öldürdü. Qadın sevgisi, dünya sevgisi, mənsəb sevgisi, rahatlıq, danışıq, elm və mal-dövlət sevgisi də bundan irəli gəlir. Bu 7 xislətin hamısı dünya sevgisində cəmlənib. Hətta Peyğəmbər və alimlər buyururlar ki, bütün xətaların mənbəyi dünya sevgisidir. Sən Əli ibn Hüseynin dediklərinə inanırsan? Səncə bu doğrunu yalandan ayırt eləmək üçün əsas ola bilər? Səni onunla danışan gördük. O sənə nə dedi? Başına bütün bəlalar gəldiyi bir şəxs nə deyə bilər? Atasını, əzizlərini öldürüb, sonra da başlarını nizəyə sancırlar. O isə Allahına şükür eləyib deyir ki, sənə üz tuturam. Səndən qorxur və səndən imdad diləyirəm. Yalnız sənə, sənə ümid eləyirəm. Al bundan sürt onun gözünə. İnşallah Allahın izniyle şəfa tapar. Buna görə mən namaz da qılacağım. Sağılacağım. Sağılacağım bibi. İnşallah Rüqayyə. İnşallah. Xavla! Xavla! Xavla!